Sistem Araşdırmalar Mərkəzinin direktoru Orxan Yolçuyev bizimlədir. Xoş gəlmisiniz Orxan bəy. Xoş gördük, çox sağ olun. Bəli, Qaluzindən belə bir açıqlamanı biz bugün eşitdik ki, həll olunmamış məsələlər var, yəni problemli məsələlər var, həllini tapmalı olan və burada da Rusiya, Azərbaycan və Ermənistana kömək etməyə hazırdır deyə vasitəçi kimi rol oynaya bilər. Böyük ehtimal bunun davamı kimi sülh müqaviləsinin imzalanma mərhələsinin məhz Moskvada olmasını da gətirə bilərlər davam olaraq. İndi ilkin olaraq başlayaq ki, Rusiya qəbul etmək istəmirmi ki, Cənubi Qafqazda əvvəlki potensialda deyil? Buna görəmi bu cür cəhdlərlə çıxış edir? Bəli, əlbəttə Rusiya əsrlər boyu, daha doğrusu son 200-250 il ərzində Cənubi Qafqazda müəyyən bir hegemonluğu var idi. Və son illərdə ələxüsus da Qarabağ müharibəsinin yekunlaşmasından sonra, 44 günlük vətən müharibəsindən sonra Rusiyanın dominantlığı artıq sona yetdi bu bölgədə. Yəni təsir vasitəsi qaldı, amma dominantlığı o müddətə görə, o illərə qədər Rusiya dominant idi. İndi müəyyən deməli ölkələrdə deyək ki, Ermənistanda və yaxud Gürcüstanda təsirləri qalır. Amma əlbəttə ki, o barışmaq istəmir bununla. Ümumiyyətlə, biz görürük ki, son 5 ildə də Rusiya siyasi dairələrinin də açıqlamaları ki, Rusiya bu münaqişənin tam olaraq həllində, Azərbaycan-Ermənistan arasından normallaşma prosesində öz rolunu xüsusi bir rol oynaya bilər. Amma bilirsiniz, burada hesab eləmirəm ki, Rusiyadan əlində hər hansısa bir xüsusi rıçaqlar da var və yaxud Rusiya yəni burada hər hansısa bir rolu oynaması üçün bu bölgədə ələxüsus da Azərbaycan-Ermənistan arasında normallaşma prosesində o hər hansısa bir cəlbedici bir təklif verməlidir. Artıq bütün təkliflər masa üzərindədir və biz bunu daha çox iki tərəfli əsnada həll edirik, bu münasibətləri, bu münaqişənin tam sona yetməsi və normallaşma prosesini artıq bir ildən çoxdur ki, Azərbaycan bunu iki tərəflə və çox da uğurlu da alınır. Yəni Moskvanın vasitəçiliyinə ehtiyacımız yoxdur. Bugün heç bir ehtiyacımız yoxdur. Yəni Moskva bunun üçün gərək xüsusi bir layihə ilə çıxış eləsin və yaxud ümumiyyətlə Moskvanın problemləri cəlbedici ətraf bölgələr dövlətləri üçün cəlbedici təkliflərin azlığındadır və yaxud ümumiyyətlə heç olmamalıdır. Deyək ki, nəyə görə hətta qonşu dövlət deyək ki, Gürcüstandır və yaxud Moldovadır Avropa Birliyini seçir və Avrasiya İqtisadi Birliyindən misal üçün yan keçilir. Ümumiyyətlə Rusiya ilə əlaqələrə yaxın da durmaq istəmirlər. Çünki cəlbedicilik yoxdur. Çünki Rusiya kifayət qədər faydalı bu dövlətlər üçün, ümumiyyətlə yaxın qonşuluqda olan dövlətlər üçün faydalı bir addım atmır addımlar və yaxud layihələr təklif edə bilməyib. İndi burada irəli sürülən fikirlərdən biri də o idi ki, Orxan bəy, yəni bir problem var, yerdə qalan problemlər deyə bir fikir səsləndirilir. Belə təbii ki, sizin də qeyd elədiyiniz kimi, indiki vaxtda da baş verənlərdən biz baxsaq, Ermənistan və Azərbaycan yanaşmasına, münasibətlərinə qalan məsələ sadəcə konstitusiyadır deyə düşünürük. Hansı ki, əsas məsələ bu həllini tapandan sonra sülh müqaviləsinin imzalanması üçün heç bir maneə qalmayacaq deyilir. Yaxşı, konstitusiyanı da nəzərə alsaq, Paşinyan da artıq iyulda keçiriləcək parlament seçkiləri ilə bağlı, ondan öncə konstitusiyanın dəyişiləcəyi ilə bağlı açıqlamasını vermişdi, elan da vermişdi. Sizcə, qalan məsələ budursa, Rusiyada əgər bunu nəzərdə tutursa, konstitusiya məsələsinin dəyişikliyində nə kimi rol oynaya bilər Rusiya? Yəni, Rusiya ümumən təkcə Ermənistanla bağlı deyil. Tam olaraq Azərbaycan və Ermənistan arasında normallaşma prosesində onlar bu öz əvvəlki deyək ki, bu onların əlində olan o hüququ qorumaq istəyirlər. Yəni, bu bölgədə müəyyən bir proseslərə nəzarət eləmək istəyirlər. Rusiya ümumiyyətlə xarici siyasəti sanki 200 il əvvəlki bir xarici siyasət kimi idarə edir öz xarici siyasətlərini. Halbuki region dəyişib, dünya dəyişib, zaman dəyişib. Siz Pyotrun vaxtında olan
deməli zəmanə ilə və oradakı qanunlarla bölgələri və yaxud xalqlarla ünsiyyəti də o cürə qura bilməzsiniz də. Yəni siz ən azından çox iki tərəfli və praqmatik bir təkliflərlə çıxış eləməlisiniz. Paritet əsasında olan təkliflərlə. Çünki Rusiya, misal üçün, bu Qarabağ münaqişəsi bitdikdən sonra Rusiya elitalarının əsas deməli təklifi və yaxud ideyası bu münaqişənin həllində nə idi? Gəlin status quo-nu saxlayaq, gələcək nəsillər həll eləsin. Bilirsinizmi, loru dildə bunu çevirsə, bu o deməkdir ki, gəlin saxlayaq ki, Azərbaycan və Ermənistanın gələcək nəsilləri bir-birini davam eləsinlər öldürməyə və biz də bu bölgəni idarə elədik. Qarabağ münaqişəsi ümumilikdə bu konflikt management, yəni konfliktin idarə olunması üçün bir vasitə idi. Təkcə Rusiya bundan istifadə edib bu bölgəni idarə eləmirdi. ABŞ da burada var idi, burada İran da var idi. Burada Avropa Birliyi də çalışırdı bu bölgədə öz nüfuzunu artırsın bunu. Biz sadəcə bu məsələni tam olaraq həll etmiş olduq və indi öz son rıçaqlarını əllərindən buraxmamaqdan ötəri hər vəclə çalışırlar ki, hansısa bir yöndə bir müəyyən təkliflər versinlər. Konstitusiya dəyişikliyi ilə bağlı mən inanmıram orada nəsə Rusiya qeyri-adi nəsə təklif eləsin, amma hər halda biz və əminəm ki, görəcəyik ki, Ermənistanda müəyyən bir xaos, çaxnaşma falan, Rus meyilli qüvvələr həmən o parlament seçkilərinə və konstitusiyada dəyişikliklərə qədər müəyyən bir negativ bir proseslər yaratmağa çalışacaq. Bununla həm də Ermənistanı qorxuda bilərmi? Ki, yəni, misal üçün, mənim vasitəçiliyimi təsdiqlə bir formada və bu fonda da mən Ermənistandakı daxili çaxnaşmanı, parlament seçkiləri öncəsi məsələsi, konstitusiyanın dəyişdirilməsini erməni sakinləri daha sakit qarşılasınlar deyə bununla ola bilərmi? Yeganə istifadə eləyə biləcəyi rıçaq bu ola bilər deyə düşünürəm. Yəni, bugün Paşinyan daha çox arxalanır, deməli, o təbəqələrə ki, hansılar ki, qərb yönümlüdürlər və Avropaya tərəf Ermənistanın gələcəyi Avropada görürlər. Və son araşdırmalar, sorğular da onu göstərir ki, əhalinin Ermənistanda böyük əksəriyyəti, deməli, ölkənin qərbə tərəf irəliləməyini, qərb institutları ilə inteqrasiyanı daha üstün sayırlar, nəinki Rusiya ilə. Düzdür, bu 27% orada deməli respondentlər Rusiya ilə daha yaxın münasibətlərə üstünlük verirlər, amma bu daha çox orta və yuxarı yaşlı insanların fikirləridir. Gənc nəsil özünü Avropada, qərbdə görür. Və ümumən bugün biz Cənubi Qafqazda yeni bir təhlükəsizlik arxitekturasının formalaşdırıldığını görürük. Azərbaycan və Türkiyə ələxüsus da Şuşa bəyannaməsindən sonra 21-ci ildə bağlanmış deməli Şuşa bəyannaməsindən sonra tam yeni bir Cənubi Qafqazda bir təhlükəsizlik sistemi formalaşdırıblar və hazırda biz onun daha çox qütüblü formatda inkişafını görürük. Digər ölkələrin də burada bu təhlükəsizliyə töhfə verəcəyini görürük. ABŞ-ın burada xeyli maraqlarını görürük. Ondan sonra Türk Dövlətləri Birliyi çərçivəsində biz artıq bilirik ki, və Cənab Prezidentin də təklif elədiyi kimi gələn ildən Azərbaycanda birgə hərbi təlimlər keçirilsin. O cümlədən biz çox güclü Pakistanın burada mövqeyini görürük və Türkiyə, Azərbaycan, Pakistan işbirliyi bu ümumiyyətlə tam ayrı bir söhbətin mövzusudur, amma bu yeni bir strateji təhlükəsizlik xəttinin, yeni bir xəttin formalaşdırılmasına gətirib çıxardacaq. Bəli, reallıqlar dəyişir əlbəttə ki, bunu da görünür Rusiya tərəfdən qəbul etmək bir qədər çətindir. Xüsusilə də Vaşinqton görüşündən sonra Donald Trumpın da orada bir ifadə işlətməsi var idi ki, bu illər ərzində heç kim bu problemi, bu münaqişəni həll eləyə bilmədi deyə. Nəzərə alsaq ki, uzun illər müddətində həm Azərbaycan, həm Ermənistanla ortaq münasibətlər quran ölkə, region ölkəsi təbii ki, Rusiyadır. Belə demək olar ki, elə birbaşa mesaj məhz Rusiya idi. Görünür Rusiyaya çox təsir edib bu Donald Trumpın mesajı. Xüsusilə də Birləşmiş Ştatlarda o müqavilənin
müqavilənin paraflanması məsələsi. İndi növbəti addım olaraq Moskvada sülh müqaviləsinin imzalanma ehtimalı ola bilərmi? Ya da ki, Moskva olmasa hansı variantlar ola bilər? Yenə Vaşinqton, Ankara, Astana və ya hansı variantlarınız ola bilər? Moskvada olmağına gəlincə mən açığı inanmıram ki, Moskvada sülh müqaviləsi imzalansın. Ələxüsus da bugün Moskvanın ümumiyyətlə münasibətləri kifayət qədər soyuqdur. Həm Ermənistan, düzdür Azərbaycanla biz artıq görürük ki, müəyyən bir normallaşma var. Amma yenə də bu Moskvanın atacağı addımlardan, ümumiyyətlə paritet əsaslı xarici siyasətdən Azərbaycana yönəlik siyasətdən irəli gələcək. O ki, qaldı hər hansısa başqa bir ölkədə onun imzalanması ola bilər, niyə olmasın, amma yenə də bunu zaman göstərəcək. Əsas odur ki, sülh olsun. Onun harda imzalanması bu o qədər də önəm kəsb eləmir bizim coğrafiyamız üçün. Amma həmin ölkələr üçün ola bilər, onlar üçün bir öyünmək mexanizmi kimi ola bilər. Bizim üçün vacibdir ki, kommunikasiyalar açılsın, sülh olsun. O nifrət siyasəti ki, yürüdürdülər Ermənistan hökuməti ta 90-cı illərin əvvəllərindən, o artıq bitsin. Cəmiyyətdə müəyyən bir sağlamlaşma getməlidir. Gənclər arasında ələxüsusda bir sağlam mühit formalaşmalıdır. Yəni siz artıq qonşu xalqlara düşmən mövqedən deyil və yaxud nifrət siyasəti tərəfindən deyil, daha çox əməkdaşlıq və birgə yaşamın təşviq edən bir təkliflərlə çıxış eləməlidirlər Ermənistan hökuməti. Və hesab edirəm ki, onlar indi son vaxtlarda Paşinyanın bəyanatları və yaxud da Ermənistan hökumətinin digər rəsmi nümayəndələrinin bəyanatları onu göstərir ki, İrəvan daha belə praqmatik yönə üst tutub və hiss olunur ki, yəni onlarda da artıq başa düşürlər ki, ölkənin gələcəyi iki böyük sərhədinin açılmasından gedir. Yəni bu sərhədlər açılmasa, Ermənistanın 4 qonşusu var. Onların ikisindən ən böyük sərhədləri var və onlar qapalıdır artıq 30 il müddətində. 30 ildən də çox. Bunu da mütləq formada açmaq lazımdır. Əlbəttə, yəni siyasəti dəyişmək lazım istiqamətdə. Ancaq görünür erməni ekspertlər həm fikirdə deyirlər. Deyilənə görə əgər Avropa yönümlülük artsa, Rusiyadan uzaqlaşsa, yaxın vaxtda böhran mümkündür Ermənistan daxilində ki, yəqin ki, nələrsə sezilib. Rusiyanın nüfuzu orada kifayət qədər çoxdur. Və risklər də çoxdur ki, böhran şəklinə gətirib çıxardacaq. Rusiyanın orada 44-cü ilə qədər müqavilə ilə Gümrüdə bazası, hərbi bazası var. Ondan sonra sərhədlərində hələ də Rusiya sərhədçiləri qoruyurlar. Ölkənin energetika sahəsi tam olaraq Rusiyanın nəzarəti altındadır və yaxud logistikası, dəmir yolları Rusiyanın nəzarəti. Bütün strateji obyektləri vaxtı ilə bunlar hamısını satıblar Rusiyaya və ona görə indi onlarda çalışırlar ki, Ermənistan hiss olunur, çalışır ki, daha belə hissiyatlı, həssas mövzularda daha balanslı mı yanaşsın? Balanslı yanaşsınlar, daha dəqiq, daha ehtiyatlı olsunlar. Bəli, elə ekspert də məsləhət görür ki, MDB çərçivəsində, KTMT çərçivəsində, Avrasiya İqtisadi İttifaqı çərçivəsində Ermənistan bir növ hərəkət etsin ki, özündə bir növ gələcəyinə bağlı qarantiya alsın. Bəli, hazırda eləyir, ancaq KTMT-nin düzdür, bir növ imtina etmiş kimi görünür. Avrasiya İqtisadi İttifaqı imtina eləməyib, oradan dondurubdur, amma imtina eləməyib. Yəni bu rəsmi olaraq hələ də Rusiyanın hərbi blokunun tərkibində. Biz onu mütləq özümüz üçün cızmalıyıq. Yəni, bu ölkədə çox da bəyanatlar səslənsə ki, Avropaya doğru gedirik, amma reallıqdan başqadır. Reallıqda yəni seçim var da, bunun gedə biləcəyi bir xət var. Gərək alternativ olsun ki, bundan imtina eləsin. Əlbəttə, alternativ. Mən hesab edirəm ki, ümumiyyətlə Ermənistanın təhlükəsizliyinin gələcəyinin qarantı Azərbaycan və Türkiyə olacaqlar. Mütləq formada. Hər halda onun yolunda da ilərləməyə çalışır Ermənistan. Ancaq Ermənistanın daxilində də vəziyyət heç sakit görünmür. Orxan bəy, xəbərləri də bir qədər öncə təqdim elədim. Artıq saxlanılan keşişlərin sayı da 6-ya çatıb. Yəni Nikol Paşinyan görür ki, dayanmır. Həm yaxınlarına, həm digər ailə üzvlərinə artıq istintaq da başlayıb. Nəyə görə tutduqları, həbs olunduqlarının detalı hələ bəlli deyil.
Sizcə iyun, yəni yaya qədər, parlament seçkilərinə qədər Paşinyan keşiş baxımından, çünki düşünür ki, qarşısındakı ən böyük maneə hazırda ikinci Qaregindir. Onunla bağlı istədiyinə nail olacaqmı? Bilirsiniz, bu ümumiyyətlə Ermənistanda, Ermənistan cəmiyyətində kilsənin nüfuzu çox böyükdür. Və xarici ələlxüsus qüvvələr və eyni zamanda revanşist qüvvələr bundan istifadə edir və kilsə sanki Paşinyan hökumətinə bir müxalifət kimi formalaşır və hətta müxalifətin lokomotivi kimi formalaşdırmağa cəhdlər var. Və bu hazırki həbslər, onlar deyək ki, yaydan etibarən başlayıblar və deyək ki, ikinci bir etapıdır. Həbslərin, kilsəyə qarşı olan həbslərin bu ikinci mərhələsidir. Və aydındır ki, kilsə daha çox Rusiya pərəst yönümlü siyasət yürüdür. Özlüyündə eyni zamanda dağlıq, yəni Qarabağ münaqişəsinin yenidən alovlandırılmasına gətirib çıxarda bilən bir bəyanatlarla çıxış eləyir. Revanşistlərin, sanki bir revanşistlərin tərəfində durur. Yəni Azərbaycanla müharibəyə səsləndirilən fikirlərin mərkəzində Ermənistan kilsəsi durur. Həmən o kilsə xadimləri durur. Ermənistan üçün növbəti müharibə bu sadəcə onların yəni bir dövlət kimi mövcudluğuna son qoymuş olacaq. Bu ona görə bugün Ermənistan hökuməti, Ermənistan elitaları bunu başa düşürlər və hər vəclə buna yönəlik olan addımlardan kənar durmağa çalışırlar. Ona görə kilsəyə olan o addımlar, yəni kilsə xadimlərinin həbsi, bu ondan irəli gəlir. Ələlxüsus da biz parlament seçkilərinə doğru getdikcə kilsənin də fəallaşdığını görürük və görəcəyik də, proseslər hələ qabaqdadır. Yəni bu qədər asan olacaqmı sizcə? Düşünürsünüzmü ki, illərdir hansı ki, həm Ermənistan hakimiyyəti olsun, Ermənistan ordusu olsun ki, nəzərə alsaq ki, kilsədən asılı olublar uzun müddət, maliyyələşmə məsələsi sırf kilsədən paylanıb ölkə ərazisinə deyə bilərik. Uzun müddətdə artıq başlayıb Paşinyan onların adına, necə deyim, xələl gətirəcək ifadələr ya da ki, reallıqlar da təbii ki, bunlar da deyilə bilər. Artıq tirajlamağa həm informasiyaları, həm açıqlamalar verməyi, həm artıq belə addımlar atmağa, hətta deyilənə görə kilsənin daxilində məhz keşişdən şikayət eləyənləri də öz tərəfinə cəlb etməyə çalışır. Ancaq maliyyə qarşılığında olduğu da təbii ki, iddialardır bunlarda, nə qədər reallıq payı var bilinmir. Yəni görünür, hər vasitəyə əl atır, ancaq düşünürsünüzmü ki, düzdür, Paşinyanın da arxasında Avropa İttifaqı dayanır. Artıq onlar da uzun müddətli başlayıblar ki, parlament seçkiləri Paşinyanın qələbəsi ilə bitsin deyə. Sizcə bu münaqişədə, bu mübarizədə daha doğrusu belə deyim, Paşinyanın, Avropa İttifaqının bu qədər cəhdləri mi nəticə verəcək, yoxsa uzun illərdə formalaşan, artıq Ermənistana kök salan deyə biləcəyimiz kilsə mi? Bilirsiniz, bunu zaman göstərəcək. Kilsənin ən böyük problemi odur ki, onlar yeni ideyalar verə bilmirlər cəmiyyətə. Onların maksimum deyə biləcəyi, çıxış edəcəyi bəyanat odur ki, Paşinyan pisdir, Paşinyan məğlub oldu, Qarabağı uduzdu və gəlin Paşinyanı götürək və yenidən köhnə sistemə qayıdaq. Ya da ki, insanlara mənəvi psixoloji təsirmi? Bir növ. Bəli, yəni bilirsiniz, əgər sizin ölkənin inkişafı üçün, ölkənin xarici siyasəti üçün yeni bir strategiyavız, öz görüşünüz yoxdursa, o inanmıram ki, xalq tərəfindən böyük bir dəstək də alacaq. Ermənistan üçün, Ermənistan cəmiyyəti üçün 44 günlük müharibə və 23-cü ildə keçirdiyimiz antiterror əməliyyatı çox böyük bir dərs oldu. Və cəmiyyətdə hazırda bir regressiv bir cəmiyyətdir. Yəni özlüyündə onlarda bir qapanma var, özlərinə qapanma var və inanmıram ki, onlar yeni bir revanşistlərin, ələlxüsus da kilsənin bəyan elədiyi kimi gəlin yenidən Azərbaycanla müharibəyə gedək və 30 il ərzində saxladığımız, deməli, işğal altında saxladığımız torpaqları
təzədən onları ələ keçirək, elə də çox böyük bir dəstək görmür. Onların ən böyük, kilsənin ən böyük arxalandığı bəyanatlar bunlardır. Yəni revanşist meyllərdə bir psixoloji bir təzyiq vasitəsi kimi nostalji hissləri daha çox oyatmaqla onlara bir təsir göstərmək. İnanmıram ki, bu keçərli bir şeydir. Orxan bəy, son 1-2 dəqiqəmiz qalıb. Bu məsələndə istəyirəm sizdən soruşum. Ermənistanın Müdafiə naziri Süreyya Papikyanla Birləşmiş Ştatların Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyinin direktoru Michael Miller görüşüb. Müdafiə sahəsində, təhlükəsizlik sahəsində müzakirə aparıblar deyilir. Bunlar ictimaiyyətə açıqlanan məqamlarda. Bəs yaxşı, Birləşmiş Ştatlarla Ermənistan nümayəndəsi arasında Zəngəzur dəhlizi ilə bağlı görüşlər ola bilər. Ancaq müdafiə nazirləri səviyyəsində bir görüşün həyata keçirilməsini necə dəyərləndirsiniz? Yəni, nəyin siqnalı ola bilər bu? Bilirsiniz, ABŞ-la Ermənistan arasında 24-cü ilin yanvarında öz əməkdaşlıq səviyyəsini strateji əməkdaşlığa qədər qaldırdılar. Bəli. Və bu eyni zamanda müəyyən bir müdafiə sahəsində də əməkdaşlığı eyni zamanda nəzərdə tuturdu. Hazırda bu əməkdaşlıq, bu əlaqələr daha çox Ermənistanda ABŞ-ın həyata keçirdiyi birgə hərbi təlimlər haqqındadır. Eagle Partner deyilən artıq 3 dəfə son 3 ildə belə bir hərbi təlimlər keçirilib və daha çox Ermənistan hərbiçiləri arasında sülh məramlı bir missiyanın yaradılmasını, formalaşmasını özündə ehtiva eləyir. Amma ABŞ-ın da burada öz maraqları var. Əlbəttə, ən birinci maraq da ondan ibarətdir ki, Rusiyanın təsir dairəsi azaldılsın və Rusiya ümumiyyətlə bölgədən çıxsın və ələxüsusda Ermənistandan. Yəni, ABŞ-ın, mən hesab eləmirəm orada böyük bir, hər hansısa bir hərbi əlaqələrdən söhbət gedə bilər. Bu, hazırda təlimlər sahəsində müəyyən bir infrastruktur sahəsində ola bilər. Təşəkkür edirəm. Minnətdaram Orxan bəy təhlilləriniz üçün. Bir daha xatırladım, hörmətli tamaşaçılar, Sistem Araşdırmalar Mərkəzinin direktoru Orxan Yolçuyevlə həmsöhbət olduq. Bir neçə dəqiqə ərzində Rusiyadan bir açıqlama gəldi ki, Azərbaycanla Ermənistan arasında həll olunmamış problemli bir məsələ var ki, bir neçə məsələ bunun üzərində Rusiya dəstək göstərə bilər tərəflərə. Hətta ola bilsin ki, məhz vasitəçilik də edə bilər. Bu nə qədər mümkündür? Moskvanın vasitəçiliyi, xüsusilə də sülh müqaviləsinin imzalanması məhz bu məkanda mümkün ola bilərmi deyə ehtimallardan danışdıq və təbii ki, Ermənistanın daxilindəki vəziyyəti də müzakirə etməyə başladıq ki, keşişlə bağlı olaraq bir sıra keşişlər, 6 nəfərin məhz saxlanıldığı bildirilir. Nə baş verir? Nikol Paşinyan istədiyinə nail ola biləcəkmi bu məsələdə? Bunu müzakirə etdi.